Salam Region News'un efirində xəbərlər informasiya buraxılışıdır. Studiyada mən Turac İbrahimovayam. Marneuli şəhərində vətəndaşlar təmənnasız müayinələrdən keçmə imkanı əldə etdilər. Təfərrüatlar süjetimizdə. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə üzrə Milli Mərkəzi tərəfindən ölkə daxilində pulsuz tibbi müayinə proqramına başlanılıb. Aksiyanın bir hissəsi olaraq bugün Marneulidə xəstəliklərin erkən aşkarlanması və hədəflənmiş müalicənin aparılması məqsədi daşıyan pulsuz tibbi müayinələr keçirilib. Gün ərzində yerli sakinlər ərazini ziyarət etmə, müxtəlif növ müayinələr aparma imkanı əldə etdilər. Nazirliyin dəstəyi ilə aksiyalara başlamışıq. Ölkə miqyasında 64 bələdiyyədə 344 aksiya planlaşdırılır. Noyabrın 15-nədək tamamlamalıyıq. Bu Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən təşkil olunan ən miqyaslı tədbirdir. Müxtəlif şəhərlərdə dəfələrlə keçirəcəyik. Bu həftə Köməkli və Acarada paralel davam edir. Bizim təqvimimiz Xəstəliklərə Nəzarət Mərkəzinin saytında yerləşdirilib. Maraqlananlar oraya göz ataraq onlara uyğun vaxtda bizə müraciət edə bilərlər. Xəstəliklərə Nəzarət Mərkəzi ilə biz Marneuli İctimai Səhiyyə Mərkəzi birlikdə bu aksiyanı təşkil etdik. Maraqlananlar çoxdur. Fəallığa görə qadınlara təşəkkür edirik. Aksiya çərçivəsində vətəndaşlar həm ümumi, həm də xüsusi müayinələrdən keçmə, zərurət yarandıqda isə yerində əlavə müayinələr aparma imkanı əldə etdilər. Arzu edənlər sadə testlərlə hepatit C və HIV infeksiyalarını yoxlama imkanı əldə etdilər. Bugün biz əməkdaşlarla Marneulidə tibb mərkəzində skrininq yoxlayışdan keçməyə gəlmişik. Bunun üçün dövlətimizə təşəkkür edirik ki, bizim üçün belə bir şərait yaradıb. Bəzən regionda yaşayan əhali üçün biraz əlçatan olmur, gedib bu skrininqi eləmək üçün və bunlar dövlət bizə bu dəstəyi təşkil edib bölgələrə pulsuz olaraq bunları təşkil edir. Bunun üçün biz dövlətimizə təşəkkür edirik ki, bizə əməkdaşlara və bütün qadınlara belə bir şəraiti yaratmışdılar. Həkimlər tərəfindən müayinə edilmək üçün yığışmışıq. Bu dövlət tərəfindən bizə təşkil olunmuş köməklik, yəni bizi biz xanımlara dəstək üçün Geo Hospital Banisasına yığılmışıq. Çox sağ ol deyirik dövlətimizə və bizi bu cür qarşılayan həkimlərə çox sağ olsunlar ki, dövlətimiz bizim bir xanım olaraq qeydimizdə qalır. Ona görə də yenə minnətdarlığımızı bildiririk. Çox sağ olsunlar həkimlərimiz də, dövlətimiz də. Bugün bizim müəssisə üçün əhəmiyyətli bir gündür. Belə ki, İctimai Səhiyyə Mərkəzi tərəfindən pulsuz skrininq keçirilir. Bu aksiya bölgə üçün və bələdiyyə üçün çox vacib addımdır. Çünki yerli sakinlər yaşadıkları ərazilərə çox yaxın ərazidə pulsuz olaraq müayinədən keçə bilirlər. Biz mərkəzlə əməkdaşlıqla əhali arasında məlumat yaymışdıq. Ona görə də bugün müraciət edənlər çoxdur. Proqramın məqsədi əhalinin vaxtında müayinəsini təmin etməkdir ki, xəstəliklər erkən mərhələdə aşkar edilsin və müalicə hədəflənsin. İlham Əliyev Gürcüstanın Bakıdakı səfirliyini ziyarət edərək 2-ci İlyanın vəfatı ilə bağlı açılmış baş sağlığı kitabına ürək sözlərini yazdı. Daxili İşlər Nazirliyi narkotiklə bağlı iş üzrə 5 nəfəri həbs edib. İstintaq zamanı məlum olub ki, onlar xaricdən bağlamalarda alınan külli miqdarda narkotik maddələri paylamağı planlaşdırırlarmış. Polis müxtəlif növ narkotik və psixotrop maddələri müsadirə edib. Təqsirləndirilən şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir. Cüdo, qol güləşi, sərbəst güləş və qarışıq döyüş sənətləri üzrə Gürcüstan və beynəlxalq yarışlarda qalib olan Tetriçqaro idmançılarına təşəkkürnamələr təqdim edildi. Mükafatlandırma mərasimində bölgə qubernatorunun müavini Avtandil Cirqişvili və bələdiyyənin meri iştirak etdilər. Onlar idmançıları nailiyyətləri münasibəti ilə təbrik edərək qalibiyyətə görə onlara təşəkkür etdilər.
İdmançılara mükafat olaraq isə Tetritsqarov Bələdiyyəsi meriyasının milli mükafatı və 1 illik təqaüd veriləcək. Tədbirdə uğurlara görə 38 idmançı mükafatlandırıldı. Tetritsqarov meriyasının təşkil etdiyi təşəkkürnamələri 32 nəfər idmançıya təqdim etdik. Bu, əlbəttə ki, gələcək nəsilə daha çox stimul verəcək. İdmançılar Tetritsqarovunu və ölkəmizi dünya arenasında daha yaxşı təmsil etməyə çalışacaqlar. Mən hər birinə və məşqçilərinə təşəkkür edirəm. Müxtəlif idman növü ilə məşğul olan idmançıları mükafatlandırdıq. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, Gürcüstanı və bələdiyyəmizi layiqli təmsil edəcəklər. 65 kiloqram çəki dərəcəsində birinci yeri aldım. Qarşılaşmalarım ağır keçdi. Rəqiblərim güclü idilər. Amma mən yorulmadan yarışaraq birinci yeri tutdum. Birinci yeri aldım. 4 qarşılaşmam oldu. Hər birini inamla yendim. Rəqiblərim güclü idi. Finalda çətinlik çəkdim. Çin Xalq Respublikasının Tianjin şəhərində keçirilən 10-cu uşu üzrə gənclərarası dünya çempionatı davam edir. Gürcüstanın İdman naziri Şalva Qoqoladze və nazir müavini İrakli Dolaberidze Gürcüstanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Paata Qalandadze ilə birlikdə Gürcüstan milli uşu komandasının yarışını izləyib. Komanda üzvləri ilə görüşərək onlara uğurlu yarış arzulayıblar. Bu əlimizdə olan son məlumat idi. Yenidən görüşmək ümidi ilə salamat qalın.